Tamam, uzun müddətli ümumiyyətlə İranın cəsus şəbəkəsi ilə bağlı sizin özünüzün konkret araşdırmalarınız, fəaliyyətiniz, hətta deyərdim ki, nöqtə atışı təsbitləriniz olub. Nə düşünürsünüz? Bu şəbəkənin də müəyyən qanatları var. Məsələn, Zeynəbiyun Tuğaylar var, Hüseyniyun var. Bax, bu yazıq deyərdim, bu yazıq gənc. Bəli. Hansı təşkilatın üzvüdür? Mən onu deyə bilmərəm. Çünki istintaq materialları ilə mən o sahəni maraqlanmadım. Yəni, girişim yox idi. Şəxsən birbaşa özümlə bağlı olan məsələləri tanış oldum. Bir neçə dəfə, hər dəfə gedəndə tanış olurdum. Şəxsi məsələlərlə bağlı, şəxsi işlər açılıbdı orada. Xeyləm iş var, yəni xeyləm iş var. Qovluq işlərdir. Görünür, şəbəkə böyük şəbəkədir. Görünür, gördükləri işlər çoxdur. Sadəcə olaraq bizə aid, yəni mənə aid olan hissəsini mən baxdım, oxudum, tanış oldum. Bir neçə dəfə yəni, tanış oldum onunla. Amma indi bilmirəm, indi bunlar hansı xəttdən bu, belə deyək də, qurbana çevrilmiş bu gənc hansı qənətdəndir, hansı... Amma ümumilikdə bütövlə verdiyi o ifadələrdən də video çarxları olubdur, onun Telegram kanalı olubdur, 6000 orada üzvü olubdur. Bunların hamısını cihada çağırılmış, orada terrora əl atmaq, Azərbaycan dövlətinin dövlətçiliyinə qarşı çağırışlar, orada həmin o hökm verilməsi, ölümə hökm verilməsi orada, yəni özümlə həqiqi danışmıram, digərlərlə danışmaq istəmirəm, çünki bəlkə də istəmirlər, amma özümlə danışıram, yəni mənə qarşı ölüm hökmü çıxartmaqdır, şəkillərimizin yandırılmasıdır falan, bütün bu işlər fakt olaraq video görüntüdə var.